Hər kəsə salam. Ötən videoda saitlər bölməsini izah eləmişdik. Bu dəfə isə samitləri izah eləyəcəyik. Vaxt itirmədən uşaqlar gəlin başlayaq. Deməli, samitlər keçən dəfə də qeyd elədiyimiz kimi ağız boşluğunda maneəyə rast gəlir və bu həmin maneəni dəf edərək yaranır. Və səs tellərinin iştirakına görə də samitlər bölünəcək iki yerə. Kar, bir də cingiltili samitlər. Kar samitlər səs telləri iştirak eləməyəcək, küydən ibarət olacaq. Cingiltili samitlər isə səs telləri iştirak eləyəcək, həm küy, həm də avazdan ibarət olur. Bunlar sadə qaydalardır. Qarşılıqlar da var. Kar və cingiltili qarşılıqlar. Bunlar da bəsit qaydalardır. Gəlin mən sizə qarşılıq olmayan samitləri deyim. Ondan da keçək əsas qaydalarımıza. El, em, en, bir də er. Baxın, bu samitlərin, cingiltili samitlərin kar qarşılığı yoxdur. Bu samitin isə cingiltili qarşılığı yoxdur. Baxın, testi necə salır. Hətta bir dənə test var idi, səhv eləmirəmsə topludaydı həmin sual. Deyir ki, hansı cümlədə kar qarşılığı cingiltili qarşılığı olmayan samit işlənib? Burada verir məsələn limon sözünü, nə bilim, tərkibində baxın bu samitlər olan sözləri verir. Ən axırda da gəlir Y variantında verir bədahətən sözünü. Bizə nə deyir? Deyir cingiltili qarşılığı olmayan söz işlənsin, samit işlənsin. Düzdür? Uşaqlar çox diqqət yetirmirlər. Ona görə də məhz bu samitlər işlənmiş variantı götürürlər. Amma xeyr uşaqlar, baxın cingiltili qarşılığı yoxdursa söhbət H samitindən gedir. Uşaqlar, sonu B, C, D, G samitləri ilə bitən sözlərin tələffüz qaydası. Baxın, 3 dənə şərt qoyuram. Baxın, birincisi odur ki, həmin samitlərlə bitən sözlərdən sonra heç nə gəlməsin. Məsələn, gəlin götürək kitab sözünü. Baxın, kitab sözündən sonra ya heç nə gəlməməlidir, ya saitlə başlayan söz gəlməlidir, ya da şəkici gəlməlidir, ya da samitlə başlayan söz və ya şəkici gəlməlidir. Əgər özündən sonra heç nə gəlməsə, nə sait, nə samit gəlsə, bu zaman sözün sonundakı bu samitlər çevrilir olur öz qarşılığı. Məsələn, kitabdırsa, buradakı bu P kimi tələffüz olunur. Ya məsələn, deyək, tüfəngdirsə, buradakı G, Q kimi tələffüz olunur, yəni öz qarşılığına keçir. Əgər samit gələrsə, məsələn, deyirəm kitabda. Baxın, bunun tələffüz şəkli də eynən birinci dediyimiz qaydadakı kimidir. Özündən sonra samit gəlib deyə, sözün sonundakı bu samit keçir olur qarşılığı kitabda. Ya da məsələn tüfənglər. Baxın, bu şəkildə tələffüz olunur. Bir dənə onu yadda saxlayırıq ki, sait gələrsə dəyişməyəcək. Sait gələrsə BC-də olduğu kimidir, tələffüz olunacaq. Məsələn, kitabın. Yaxud kitaba, fərq eləməz. İstənilən saitlə başlayan söz və şəkici gəldikdə sözün sonundakı samit dəyişmir. Gəlirik qoşa samitli sözlərin tələffüz qaydasına. Baxın, qoşa samitli sözlər biz keçən dəfədə qoşa saitlərdə iki yerə bölmüşdük. Baxın, samitdə də eyni şeydir. Böləcək iki yerə. Deməli, biri olacaq eyni cinsli qoşalıq, digəri isə saitlərdə olduğu kimidir. Müxtəlif cinsli qoşalıq. Eyni cinsli qoşalıqda nəyi yadda saxlayırıq? Baxın. Q, Q, P, P, T, T, bir də Q, Q. Bu samitlər necə tələffüz olunur? Baxın, Q, P, T. Bu kar samitlərdə belə yadda saxlayırıq ki, birinci olduğu kimi qalır, ikinci keçir öz qarşılığına. Bir dənə bu cingiltili samitdə onu yadda saxlayırıq ki, birinci keçir qarşılığına, ikinci olduğu kimi qalır tələffüzdə. Gəlin baxaq. Məsələn, deyirəm Məkkə. Necə tələffüz olunur? Məkkə. Bu şəkildə. Daha sonra, məsələn, deyirəm hətta. Tələffüz olunur hətta. Deyirəm, məsələn, toqqa. Tələffüz olunur toqqa. Daha asan yadda saxlamağın bir digər yolu da, uşaqlar, baxın, birincilər həmişə kardır. Birinci sıradakılar kardır, digərləri cingiltilidir. Belə də yadda saxlamaq olar. Bir də uşaqlar, bunlar çox hecalı sözlərin qaydasıdır. Bir də bunun tək hecalı olan bir versiyası var. Gəlin ondan da danışaq. Tək hecalı sonu eyni cinsli qoşa samiti sözlərlə bitən tək hecalı, daha doğrusu samitlərlə bitən tək hecalı sözlər. Məsələn, sir, fən, xət, səd və s. Baxın, bu tipli sözlər yenə biz bunu iki yerə bölürük. Necə iki yerə bölürük? Ya özündən sonra sait gələcək, fərqli tələffüz olunacaq, ya da samit gələcək.
Gəlin baxaq. Əgər özündən sonra saitlə başlayan şəkilçi gəlsə, sonda gördüyümüz, bunu rəngini dəyişək. Sonda gördüyümüz, baxın bu iki samitin ikisi də qalır. Əgər saitlə başlayan şəkilçi gələrsə. Yox, əgər samitdən başlayan şəkilçi gələrsə, bu zaman bu samitlərdən biri düşəcək. Məsələn, deyirəm fən plus, məsələn, yəri hal şəkilçisi. Fənnin. Baxın, ikisi də qaldı. Amma deyirəm, məsələn, sir cəm şəkilçisi. Bu zaman sirlər şəklində olur. Samitin biri düşür. Burada da ikicədən istisnamız var. Hisslə kül sözləri. Uşaqlar, qoşalıqda, eyni cinsi qoşalıqda bir də y samiti var. Gəlin ondan da danışaq. Baxın, bu samit əgər iyyat, iyyət, İyya hissəciyinin tərkibindədirsə biri düşəcək. Yıllardan biri düşür. Məsələn, ədəbiyyat. Biraz səliqəsiz yazıram. Ədəbiyyat. Y-nın biri düşdü. Niyə? Çünki iyyat hissəciyi var. Amma burada da bircə dənə istisna, onu da yadda saxlayırsınız. Niyyət sözü buyurursunuz. Azərbaycan dilinin istisnası qaydasından çoxdur. Gəlin baxaq müxtəlif cinsli qoşa samitli sözlərin tələffüz qaydasına. Deməli, baxın. S-tı, ş-tı, f-tı, bir də x-tı birləşmələri. Baxın, uşaqlar. Bu samit birləşmələrlə bitən sözlərdən sonra əgər samitlə başlayan söz və ya şəkilçi gələrsə, t samiti tələffüz zamanı düşür. Məsələn, deyirəm neft quyusu. Necə tələffüz olunur? T düşəcək, neft quyusu. Yaxud məsələn şəkilçi əlavə eləyək. Xoşbəxtlik. Necə tələffüz olunacaq? Uşaqların çoxu qarışdırır. Baxın necə qarışdırır. Xoşbəxtlik. Sözün əsl tələffüz forması bu şəkildədir. Uşaqlar elə bilir ki, buradakı t d-ya keçib. Xeyr, t d-ya keçməyib. T düşüb, d-ya keçən səs l-dır. Bax, yadda saxlayın. Burada t d-ya keçmir. Bir də uşaqlar, bəzi h-t birləşmələri var ki, burada h-d kimi tələffüz olunur. Məsələn, möhtəşəm sözü. Möhtəşəm yazırıq. Tələffüz zamanı t-nın yerinə d deyirik. Bəzən, məsələn, v hərfi sözün ortasında f kimi tələffüz olunur. Deyək ki, məsələn, avtobus tələffüz olunur avtobus şəklində. Gəlin indi keçək digər samitlərimizə. Deməli, uşaqlar, bir q hərfinin tələffüzündən danışacağıq. Bir də k hərfinin tələffüzündən. Gəlin q ilə başlayaq. Q hərfi 4 səs ifadə edir. Gəl baxaq görək hansılardır. Biri q, daha sonra k, x, bir də ğ. Baxın, bu 4 dənə səsi ifadə edir, amma hansı məqamlarda? Gəlin baxaq görək q-nı hansı məqamda ifadə edir. Baxın, uşaqlar. Sözün əvvəlində, məsələn, deyirəm qələm. Görürsünüz, sözün əvvəlində istənilən sözü yazsaq q ilə başlayan, elə q kimi də tələffüz olunacaq. Məsələn, qüdrət, qənaət və s. Baxın, görürsünüz, 3 dənə nümunə yazdım. Üçündə də sözün əvvəlindəki q elə q kimi də tələffüz olundu. Ona görə də q deməli bir sözün əvvəlində tələffüz olunur. Sonra uşaqlar, elə sözlər olacaq ki, bunu ən sonda da deyəcəm. Baxın, məsələn, deyirəm monoloq, dialoq, sadiq və s. Sözün sonu q ilə bitib. Əgər mən buna saitlə başlayan şəkilçi əlavə eləyirəmsə, o zaman q kimi tələffüz olunur. Baxın, tək qalanda, məsələn, monoloq deyirəm. Monoloq. Baxın, sözün sonundakı q-nı k kimi tələffüz eləyirəm. Tək qalıbsa. Əgər sait gəlirsə, q kimi tələffüz olunur. Deməli, iki məqamda q kimi tələffüz olundu. Bir əvvəldə, bir də sonda bəzi alınma sözlərdə. Gələk k-ya. Sözün ortasında, biz sözün əvvəlində zaten bir dənə q kimi tələffüz elədik. Keçirik sözün ortasına. Məsələn, sözün ortasında bir nöqsan deyirəm. Bir də istiqlal deyirəm. Gəlin baxaq görək necə tələffüz olunur. Baxın, nəyə baxırıq? Diqqətli olun. Əgər özündən sonra gələn samit kar samitdirsə, buradakı q keçir olur k.
Əgər özündən sonra gələn samit cingitili samitdirsə, yəni sait ilə cingitili samit arasındadırsa, burada heç bir fərq yaranmır. Elə q kimi də tələffüz olunur. Sözün ortasında gələn q əgər iki saitin arasındadırsa, məsələn, aqil sözündür. Baxın, iki saitin arasında olanda da q kimi tələffüz olunur. Bunu da belə yadda saxlayırıq. Deməli, hansı məqamda k-ya keçdi, özündən sonra kar samit gələrsə. Deməli, burada əlavə eləyək. Bunu da dedik. Gəlirik x, bir də q-ya. Uşaqlar, sözün əvvəlini dedik, ortasında dedik. Gəlirik sözün sonuna. Deməli, sözün sonunda, məsələn, deyirəm, qonaq. Əksər vaxtlar, əsasən, sözün sonundakı q keçir olur x, qonaq. Yəni, milli sözlərdə belə olur, amma bir dənə uşaq sözü alınmadı, istisnadır. Burada da x-ya keçir, bir dənə bunu da belə yadda saxlayırsınız. Və bu sözlər, yəni sözün sonu q ilə bitib, x kimi tələffüz olunan sözlərə saitlə başlayan söz və ya şəkilçi artırdıqda, buradakı q keçir olur q. Q əvəzlənməsi baş verir. Gəlin, baxaq görək nə deməkdir bu. Deyirəm, məsələn, qonaq, düzdür. Tək qalıb, tələffüz olunub x kimi. Mən buna yəli hal şəkilçi artırmaq istəyirəm. Yəli halda bilirsiniz də saitdən başlayır. Deyirəm, məsələn, qonağın. Axı, burada mən x deyə bilmirəm, qonağın deyə bilmirəm. Qonağın. Q-ya keçdi. Baxın, q əvəzlənməsi bu zaman baş verir. Sözün sonu q ilə bitsin, x kimi tələffüz olunsun və özündən sonra saitlə başlayan söz şəkilçi gəlsin. Və bəzi alınma sözlərimiz var idi ki, sözün sonu q ilə bitməsinə baxmayaraq, x kimi tələffüz olunmurdu. Gəlin o sözlərdən də nümunə yazaq. Məsələn, bayaqlar əslində dedik. Məsələn, müstəntiq, daha sonra monoloq, dialoq, üfüq, şəfəq və s. Bax, bu sözləri yadda saxlayırıq ki, bu sözlər özündən sonra saitlə başlayan söz və ya şəkilçi gələrsə, elə q kimi də qalacaq. Samitlə başlayan söz ya da şəkilçi gələrsə, yaxud tək qalarsa da keçəcək k-ya. Gəlin, baxaq indi k-nın qaydasına. Deməli, uşaqlar, k hərfi sözün əvvəlində iki cür tələffüz oluna bilir. Biri elə k kimi, biri də k kimi. Məsələn, deyirəm kələm, burada k kimidir. Deyirəm kosmos, burada da k kimidir. Bir də, baxın, yadıma düşmüşkən bu məqamı da qeyd edeyim. Uşaqlar, əgər sizdən soruşsa ki, hansı sözün tələffüz şəkli düzgün göstərilməmişdir, tələffüzdə də belə versə, deyəcəksiniz ki, hə də kosmosdur da. Axı, bunun başında ştrix yoxdur. Biz bunu necə k kimi oxuya bilərik? Onda bunu gərək biz q kimi oxuyaq, başında ştrixi yoxdursa. Ona görə də belə suallarda diqqətli olun. Sözün əvvəlini dedik, gəlirik sözün ortasına. Sözün ortasında k hərfi 3 cür tələffüz oluna bilər. Biri elə k kimi, biri g kimi, biri də x-trik kimi. Məsələn, Ələkbər deyirəm. Ələkbərdə k kimi tələffüz olunur. Məsələn, g kimi deyirəm bitki. K yazıram daha doğrusu, bitki tələffüz edirəm. X-trikdə də deyirəm, məsələn, bəkməz. Ya da məktəb. Sözün sonuna gəldikdə uşaqlar, baxın, q-da necə dediksə, sadəcə samitlər fərqlənir. Baxın, əvvəldə demədik, k 5 səs ifadə edəcək. Baxaq görək hansılardır. K, k, g, x-trik, bir də y. Oldu mu 5 dənə? Deməli, biz bunları dedik. Qaldı x-triklə y. Baxaq görək hansı məqamda, o da sözün sonunda olacaq. Biz necə ki, sözün sonunda q-ya dedik, hardadır o? Hamı qayda, baxın, q-ya dediyi, x kimi tələffüz olunur, özündən sonra sait gəlsə q-ya keçir. Eyni qayda da buradadır. Sözün sonu k ilə bitirsə, əsasən, baxın əsasən, tələffüz olunacaq x-trik kimi, amma qatmırıq bir-birinə. Q-da x-dır, k-da x-trikdir. Yəni, uşaqlar çox vaxt deyir, q x-trik kimi, k x kimi, belə bir şey yoxdur əsla. Yadda saxlayın. Q x kimi, k-da x-trik kimi tələffüz olunur sözün sonunda. Deməli, bunu dedik. Əgər bundan özündən sonra saitlə başlayan söz ya da şəkilçi gələrsə, keçir olur y. Bayaq q-da necə idi? Deməli, x kimi tələffüz olunurdu. Özündən sonra sait gələndə keçirdi q-ya. Q-da da belədir. X-trik kimi tələffüz olunacaq. Özündən sonra sait gələndə keçib olacaq y. Məsələn, deyirəm küləyə. Yaxud küləyin. Baxın, görürsünüz, y kimi tələffüz olunur. Uşaqlar, bayaq da qeyd elədim ki, sözün sonu k ilə bitib, x-trik kimi tələffüz olunma əsasən, yəni bəzi sözlərə aiddir, hər sözə aid deyil.
Necə ki, qıda dediyi hanı o sözlər. Baxın, bu tipli sözlər Q-da da var. Deyirəm, məsələn, şərik, malik, idrak, iştirak, müştərək. Baxın, bu tipli sözlər istəyir özündən sonra sait gəlsin, istəyir samit gəlsin, istəyir heç nə gəlməsin. Elə bax, Q kimi də tələffüz olunur. Sözün sonu olduğu kimi də qalır. Bu qaydanı da yadda saxlayırıq. Deməli, samitləri də bitirdik. Gəlirik saitlərə. Saitlər nə idi? Üzrlə hesab edin. Gəlirik ahəng qanunu, heca, vurğu, sözün sətirdən sətrə keçirilməsi. Deməli, baxaq, ay uşaqlar. Hecadan başlayaq. Heca daha rahatdır nisbətən. Baxın, heca sözün asanlıqla bölünə bilən hissəsinə deyilir. Bəzən uşaqlar deyirlər ki, və müəllimlər də belə öyrədir, sözdə neçə sait səs varsa, o qədər də heca var. Gəlin, məsələn, buna baxaq. Yazaq hətta bunu. Sözdə, mən bunu doğruluğunu təsdiqləmirəm. Sözdə neçə sait səs varsa, o qədər də heca var. Baxın, məsələn, deyirəm, təəccüb. Bu sözü deyirəm. Baxın, birinci gəlin hecaları tapaq. Neçə heca var? Təəccüb. 1, 2, 3. 3 heca var. Düzdürmü? Gəlin sözün tələffüzünə baxaq ki, biz burada neçə səs olduğunu öyrənək. Sözün, burada demişdik, qoşa saitli sözlərdə eyni cinsli qoşa saitli sözlərin qaydası necə idi? Biri düşür, biri uzun tələffüz olunur. Baxın bu şəkildə. İndi sayıram burada sait səsləri. 2 dənə də sait səs var. Bəs nə oldu? Heca ilə üst-üstə düşmədi axı. Deyir, sözdə neçə sait səs varsa. Bu səsin yerinə uşaqlar biz hərf deməliyik. Sözdə neçə sait hərf varsa, o qədər də heca var. İbtidai sinifdən bəri sözdə neçə sait səs varsa öyrədilir, amma bu düzgün deyil. Məsələn, elə ən bariz nümunəsi buradadır. Baxın, 2 dənədir. Biraz səliqəsi yazmışıq, düzəldək. 2 dənə qoşa saitdir. Tələffüzdə biri qalır, biri düşür. Tələffüz zamanında 2 dənə sait səs olur, amma baxırıq 3 heca var. Çünki hecada nəyə baxırıq? Yazılışa baxmalıyıq. Hecada, vurğuda, bir də ahəng qanununda sözün yazılışına baxmalıyıq. Digər fonetik hadisələr istədikdə isə sözün tələffüzünə baxmalıyıq. Keçirik vurğuya. Vurğu biraz qəlizdir. Əslində qəliz deyil. Yəni bunun tam belə bir qaydası yoxdur ki, bunu hər uşaq başa düşsün. Yəni belə bir şey yoxdur. Ki, yəni zaten bunu hər uşaq da anlaya bilmir. Çünki bu biraz praktika tələb edir. Sözün bir hecasından digər hecasına nəzərən daha qüvvətli deyilməsi vurğu adlanır. Baxın, Azərbaycan dilində əsasən vurğu son hecaya düşür. Amma məsələn, sabah deyirəm, dünən deyirəm, qıpqırmızı deyirəm. Uşaqlar, əsəbi halda sözü deyəndə əslində tapmaq olur. Hər hecasına qoyuruq. Hansı hecada, yəni tam oturursa yerinə deyirik ki, hə, belə bir söz var. Məsələn, adımı götürək. Aynur. Aynur deyə bir söz var, yoxsa Aynur. Sözsüz ki, sona düşdü. Yəni, əksər sözlərdə sona düşür, amma bu hamısına aiddirmi? Xeyr. Gəldik ahəng qanununa. Tez-tez izah edək əsas yerləri. Ahəng qanununda sözdə qalın yaxud incə saitlərin bir-birini izləməsidir. Əgər sözdə yalnız qalın saitlər varsa, bu da ahəng qanununa tabedir. Yalnız elə incə sözündə incə saitlər varsa, bu da ahəng qanununa tabedir. Həm qalın, həm incə saitlər varsa, bu ahəng qanununa tabe deyil. Azərbaycan dilində isə demək olar ki, milli sözlərimiz ahəng qanununa tabedir, amma ahəng qanunu pozulduğu sözlər, dedik ki, milli sözlərimiz deyil. Amma istisnalarımız var. Baxaq istisnalara. Bunu mən buradan silim. Hansı sözlərdir? Bu ilərlə başlayanlar daha rahatdır. İlan, işıq, işartı, daha sonra islanmaq, inanc, inanmaq, iraq, ilıq, ilxı, sanki, quzey, gedişat, sevda və s. Sözlər bu sözlərdir ki, ahəng qanunu pozulmayıb, daha doğrusu pozulub, amma milli sözlərimizdir. Bir də qaldı sözün sətirdən sətrə keçirilməsi. Sətirdən sətrə keçirilməsi uşaqlar hecalar vasitəsilə aparılır. Bunu yadda saxlayırıq. Məsələn, elə yenə öz adımı götürəcəm. Mən bunu sətirdən sətrə keçirmək istəyirəmsə, hecalara ayırıram. Sonra sətirdən sətrə keçirirəm və maraqlı olan budur ki, gəlin baxaq hansı sözlər sətirdən sətrə keçirilmir. Tək hecalı sözlər. Məsələn, deyil, nur sözü. Nur sözünü mən necə keçirdərəm hecalara? Daha doğrusu sətirdən sətrə. Axı, burada bir heca var. Bir, məsələn, saiti qoymaq. Məsələn,
Baxın, belə bir şey heç vaxt ola bilməz. 2 dəqiqə. Məsələn, alma düzdür. Mən bunu hecalara, sətirdən sətrə keçirmək üçün hecalara ayırıram, sonra keçirdirəm. Axı hecalara ayıranda burada tək sait qalmır. Ümumiyyətlə tək sait heç vaxt sətrin bir tərəfində qala bilməz. Bir də uşaqlar, mürəkkəb adların ixtisarı, məsələn deyirəm, Azərbaycan Dövlət Pedaqoji Universiteti. Mən bunu heç vaxt sətirdən sətrə keçirə bilmərəm.